kitab insanı düşünməyi öyrədir. Kitab insanı düşüncə olaraq yetişdirir. Sosial media, internet resursları filan kitabın yerini bu baxımdan əvəz edə bilmir. Kitabın ən böyük üstünlüyü məncə o düşünməyi öyrətməkdir. Kitabların elə bir gücü var ki, o insandan o stresi, o mənfi, neqativ ab-havanı ala bilir. Bəli. O baxımdan sərgilərin bu təbii ki, psixoloji tərəfidir. Bir də ümumiyyətlə bu sahənin inkişafı ilə bağlı çox əhəmiyyətli rolu var. Misal üçün hər payız biz həsrətlə Bakı Beynəlxalq Kitab sərgisini gözləyirik. Çünki həqiqətən də bu sərgidən sonra il boyu nəşriyyatlar onun təsirini hiss eləyir. Və siz gedirsiniz minlərlə kitabla əhatə olursunuz. Hər yan kitabdır, hər yerdə kitabını danışırlar. Kitab müzakirə edirlər, insan əllərində kitabla gəzirlər, biri açıb kofesində kitab oxuyur, biri uşağına kitab alır. Mənzərənin özü, yəni kitab almasanız belə, ora gedib 1 saat girib çıxmağınız, O tanışlıq. sizin o ab-havavızda, ümumiyyətlə o mədəniyyət səviyyənizdə deyərdim, müəyyən qədər fərq yaradacaq. Yəni bu belədir. Yəni kitabı görməyin özü artıq bir mədəni hadisənin kiçik bir elementidir, mən deyərdim. Yəni kitabı görmək belə bir fərqli yaradır insanda.